Bugün direktimizə gələn suallardan birini cavablandırmaq istəyirəm. Hamilələrimizdən biri yazır ki, doktor, mənim 24 həftəlik hamiləyəm və uşağın beynində kista var və həkimim, yəni ginekoloqum bu kistadan dolayı mənə nip testi verməyə məsləhət görür ki, kistanın yaranma səbəbini izah edə bilək. Yəni nip testi bunun səbəbini aşkarlayacaq, açığa çıxaracaq. Tamamilə yanlış bir məlumatdır. Nip testi kistanın yaranma səbəbini göstərə bilməz. Nip testi əsasən xromosomal xəstəlikləri, xromosomlarda baş verən patologiyaları göstərə bilər maksimum dərəcədə. Nip testi bizə tək gen xəstəliklərini göstərə bilməz. Nəsildə resessiv xəstəlikləri, autoimmün dominant xəstəlikləri və s. göstərə bilməz. Nip testi yalnız bizə ancaq rast gəldiyimiz Down, Edwards, Patau, cinsi xromosomlar və digər xromosomlar və onların delesiyası, duplikasiyası haqqında məlumat verə bilər və bu da sadəcə tarama amaçlı ola bilər. Yenə də diaqnostik amaçlı deyil. Xəstəliyin ən son diaqnozunu yenə də biz amniosintez vasitəsilə təsdiqləyirik.